Herkese salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə yenə də adi bir gündən vloq paylaşacağım. Düzdür, adi bir gündür, amma mənim üçün çox yaxşı keçən bir gün oldu. Uzun müddət idi ki, bacımla vaxt keçirə bilmirdik qızlar. Heç cürə yəni bir plan eləyib harasa gedə bilmirdik. Bugün belə deyək, şeytanın qıçını qırmışıq. Özümüzə dedik vaxt ayıraq. Düzdür, təbii ki, yəni uşaqlarsız olmazdı. Mütləq yəni yanımızda bir dənə də olsa uşaq olmalı idi. Mehrin də bizimlədir. Dedik ki, eyb yoxdur. Yəni ən azından qız-qıza bir gün keçirdək. Əslində biraz buna səbəb Uğur oldu. Keçən vloqda da demişdim ki, Uğur həftənin 1-ci və 5-ci günləri ingilis dilindən hazırlığa gedəcək. Yəni hazırlığa getdiyi yerdə şəhərdədir, Qarayevdədir. Elə bil artıq həftənin 1-ci və 5-ci günləri bütün günü bacımgildə olur. Mən də düşündüm ki, onsuz da bu uşağı rus dili və riyaziyyata da hazırlığa qoymalıyam. Elə vaxtı boşa getməsin, günü boşa getməsin. Müəllimə ilə danışdım, sağ olsun, o da yer elədi. Uğuru həftənin 1-ci və 5-ci günü qəbul elədi. Bugün ilk dəfə idi, apardım. Onu hazırlığa qoydum, müəllimə ilə də belə üz-üzə tanış olduq. Artıq həftənin 1-ci və 5-ci günləri həm rus dilinə, həm matematikaya, həm də ingilis dilindən hazırlığa gedəcək. Rus dilindən əslində pis deyil, sadəcə olaraq bu il yəni Uğurun qiymətləri aşağı oldu qızlar. Ona görə dedim ki, eyb yoxdur, qoy, yəni eyni müəllimədir onsuz da həm rus dilindən, həm də riyaziyyatdan məşğul olacaq. Yəni dedim ki, elə bir yerə gedir, elə 2 saatlıq ancaq belə riyaziyyat olmasın da, həm o, həm bu hərəsindən 1 saat məşğul olsunlar. İnşallah ki, yaxşı verimli bir nəticə alarıq. Gələn il qiymətləri yaxşı olar. Deməli qızlar, günortaydı, biz Sevinç Molla getdik Qarayevdə. Öncə dedik yemək yeyək. Uzun müddət idi ki, ürəyim belə türk mətbəxindən yeməklər istəyirdi. Lahmacun, nə bilim, onların kabab tərzi yeməklərini canım çəkmişdi yaman. Bacıma dedim ki, gəl elə gedək, orada Bursa kebab evi var, orada oturaq. Həm də ki, bura elə bil ki, restoran kimidir də, ümumi yerdə yerləşmir deyə. Çox rahatdır, çox qəşəngdir. Günorta getməyimizə baxmayın, yəni nahar vaxtı idi, amma yəni restoranda heç kim yox idi. Ümumiyyətlə molda elə də çox adam yox idi. Daha sonra belə yavaş-yavaş gəlməyə başladılar. Ümumiyyətlə mən bu Sevinç Mollunu sevirəm. Düzdür, içində hər mağaza yoxdur. Bu arada qızlar, Mehrin xahişi ilə onun əl işini sizinlə bölüşüm. Mehrin özünə belə bir qolbaq düzəldib, qolbaqlarına çarımlar düzəldib. Və onu çox rahat şəkildə də üstündə daşıyır, qoluna taxıb gəzir. Özü üçün, yəni qürur yaradır da, konkret olaraq belə deyim, qürur yaradır. Nəysə qızlar, onu deyirdim. Mən molu, yəni bu Sevinç Molu çox bəyənirəm. Çox yəni sakitdir. Yəni ki, düzdür, çox restoranlar, çox paltar dükanları olsun, başqa mağazalar olsun yoxdur. İnşallah ki, yəni tədricən yavaş-yavaş gələr. Amma yenə də sakitçilik olur. Yəni hələ ki təzədir, hər yeri təmizdir, adamın gözünə oxşuyur. Mən buranı çox sevirəm. Nəysə ki, görürsüz restoran da boşdur, elə biz idik demək olar ki. Burada nəm türk çayları, sonra şalqam suyu, belə şeylər zadlar da satırlar. Bunu ilk dəfə idi gördüm ki, orada satış var imiş. Bura gələndə indi bəzən olur ki, burada otururduq, amma heç vaxt gözümə sataşmamışdı. İlk öncə sifarişimizi verdik, sularımız gəldi, köz badımcamı sifariş vermişdik. Mehrin də bilirsiniz ki, xəstələnəndən bəri mümkün olduğu qədər fast fooddan yəni qaçır. O qaçmır da, mən qaçırdıram, belə deyim. Ona belə düyü sifariş verdim. Keçən səfər də sifariş vermişdim, yemişdi, çox bəyənmişdi. Həqiqətən belə ağ düyüdür, görürsüz də, yəni sarı kökü falan yoxdur, amma çox dadlı eləyirlər. Yəni nətər eləyirlərsə çox dadlı eləyirlər. Yəni Mehrin qidalanmasına görə elə bu restoran da bizə uyğun idi. Özümüzə isə belə bir kabab seti sifariş verdik. Elə Mehrinə burdan da ət falan qoydum, yaxşı yedi. Nəysə, yeməyimizi yedik, daha sonra düşdük aşağı.
ilk olaraq Sensei mağazasına girdik qızlar. Bu mağazanı mən çox bəyənirəm. Bu səfər də qız uşağı kolleksiyası çox yaxşı idi. Oğlan uşağına heç bir şey tapa bilmədim, amma Mehrinə burdan biraz alış-veriş etdim. Burada çantalar var idi. Sonra belə unicornlu çantalar var idi. Gözü falan amma nə yalan deyim, biraz belə məni qorxutdu, xoşuma gəlmədi. O çanta bu arada 30 manat idi. Bir də belə 8 manata çox gözəl belə bir çanta var idi. Çox bəyəndik. Mən də, Mehrin də çox bəyəndik. Amma muncuqlardan toxumaydı deyə çanta özü ağır idi. Düşündüm ki, yəni uşağa uyğun olmayacaq. Ona görə almadım. Mehrin də heç yəni təkid eləmədi. Ümumiyyətlə yəni mənim uşaqlarım da mağazada nəsə görüb təkid etsinlər, elə bir şeylər yoxdur. Şükür Allaha. Bəyəndi, amma başa saldım ki, Mehrin yəni ağır sumkadır. Ona görə heç istəmədi. Özümə biraz paltarlara baxdım qızlar. Şalvar, kofta, sonra dedim nazik materialda don olsa alaram da, yəni işə falan geyinməyə. İnansız qızlar, özümə heç nə tapa bilmədim. Yəni dediyim kimi qız uşağı kolleksiyası bu səfər daha yaxşı idi. Kişilər tərəfdə qəşəng bolluq idi, bol çeşidlər var idi. Nəysə oradan Mehrinə alış-veriş elədim, çıxdım. Özüm üçün belə deyim də heç bir şey ala bilmədim, əli boş çıxdım. Burada dediyim kimi mağazalar çox da yoxdur. Aşağı birinci mərtəbədə Olivier mağazasına getmişdik qızlar. Orada gördük ki, hərbi musiqiçilər hərbi mahnılar ifa eləyə üzü yuxarı qalxdılar. Biz onsuz da yuxarı qalxacaqdıq. Elə onların ardınca biz də qalxdıq. Mehrin burada biraz əyləndi. Daha sonra qızlar Uğur da gəldi, bizə qoşuldu. Biz molda olduğumuz vaxt artıq Uğur ingilis dili dərsinə getmişdi. Özü gedir, gəlir, yəni yolu falan tanıyır, bilir. Elə kursda molun yanında yerləşir. Gəldi ora. Sonra hərbi musiqiçilər gedəndən sonra belə bir nümayişçi gəldi. Bilmirəm, yəni bu fokus göstərdi, göstərmədi. Birinci elə bildim ki, fokus göstərir, amma yox, belə nəsə belə hərəkətlər falan eləyirdi. Uşaqlar getdilər, biraz baxdılar, elədilər. Biz də bacı ilə oturduq, söhbət elədik. Sonra dedik, soyuq nəsə içək və yaxud da yeyək. Uşaqlar marujna istədilər. Biz də bacı ilə limonad götürdük. Elə McDonald's-dan götürmüşdük. Bu arada McDonald's-a çox qəşəng marakuyalı limonadlar gəlib. Çox sevdik dadını. Daha sonra qızlar bu səfər həqiqətən fokus ustası gəldi. Çox maraqlı da bir kostyumu var idi. Sonra bacım deyir ki, Sevinç Molda belə şeylər təşkil olunurmuş. Mən heç vaxt şahidi olmamışdım. Yəni yaxşıdır da uşaqları belə deyək də pulsuz əyləncəyə aparmaq olar. Yəqin ki, bu müdiriyyətin öz belə deyim təşəbbüsüdür. Moldan çıxdıq qızlar, gəldik Qarayevdə bookshop mağazasına. Bu mağazanın adını məndən çox eşitmiş olarsınız. Oradan alacaqlarımız var idi. Onları aldıq. Əsasən də müəllimə kitablar tapşırmışdı. Onları aldıq. Bəzilərini düzdür tapa bilmədim. Bu arada qızlar müəllimədən xahiş eləmişəm. Demişəm ki, onsuz da dərs yoxdur, məktəb yoxdur. Yəni Uğura kifayət qədər ev tapşırığı verin. Evdə də daimi məşğul olsun. İnşallah ki, biz bu qiymətləri düzəldə bilərik.
Düzdür, sonra müəlliməsi ilə danışdım. Dedi, rus dilindən yaxşıdır, riyaziyyatdan biraz belə güc vermək lazımdır. İnşallah ki, dediyim kimi nəticəsi olar. Qızlar, biz çıxdıq, gəldik evə. Əslində çoxdan gəlmişik. Saat artıq 6-ya qalırdı, gəlmişdim, evdəydim. Amma mən gələn kimi bəlkə də inanmayacaqsınız qızlar, bilmirəm, yəni əslində planımda bugün üçün tamamilə başqa şeylər nəzərdə tutmuşdum. Bugün fikirləşirdim ki, yəni evləri yığışdırım. Evləri yığışdırmaq dediyimdə pəncərələri silib, bir də düşünürdüm ki, divarları silərəm, təmizləyərəm, lüstrləri, sonra qapıları, yəni bunları fikirləşirdim də. Ataplenyaları məsəl üçün silərəm. Növbəti günə isə ortalığını, tozunu, torpağını yığışdıraram. Yəni yavaş-yavaş artıq böyük təmizliyə başlamaq lazımdır. Yəni planım bugün üçün oydu, amma planım təmiz dəyişdi. Yəni Uğurun hazırlığa getməsinə görə. Yəni məcbur bugünün yarısını mən şəhərdə olası oldum. Amma axşamüstü qayıdıb gələndə dedim, onsuz da havalar gec, yəni hava gec qaranlıqlaşır da, hələ ki vaxtım var. Eləmədim, tənbəllik. Bugün qoçaqlaşdım qızlar. Durdum qəşəng ikinci mərtəbənin bütün pəncərələrini sildim. Ümumilikdə 6 dənə normal pəncərə silmişəm qızlar. 2 dənə də balkon pəncərələri silmişəm. Sabah da inşallah yəqin ki divarları silib təmizləyərəm, qapıları, ataplenyaları, lüstrləri, bir də balkonlara baxıram ki, artıq yumaq lazımdır. Bizdə də 2 balkondur, biri mənim öz otağımdadır, biri isə yuxarı dəhlizdədir. Bu işləri görəcəm. Sonra da dolabların içlərinə keçəcəm. Yəni təmizliyimi yavaş-yavaş başlamışam. Tez eləməyimin səbəbi də nədir qızlar? Açığı pəncərələri axırıncı səfər Novruzdan öncə silmişdik. Ondan sonra ancaq açılan hissələri silmişik. Sonra içəridən belə yüngülvari silmişik. Çünki işə görə vaxtım olmur da qızlar. Ona görə. Həm də ki inşallah avqustda məzuniyyətə çıxanda açığı deyim ev işi görmək istəmirəm. Yəni ki hər il bu belə olub ki, mən məzuniyyətə çıxmışam. Məzuniyyətin demək olar ki ilk 10 günü ancaq evə gedib də, ev təmizliyinə gedib. Bu il elə eləmək istəmirəm. Düzdür, planımız da hələ yoxdur. Yəni harasa getmək barədə bir planımız yoxdur. Biz ümumiyyətlə elə şeyləri planlı eləmirik qızlar. Düzdür, mən özüm planlı proqramlı adamam, amma mənim yoldaşım elə deyil. Yəni onda belə şeylər həmişə belə spontan şəkildə alınır da. Yəni planda bir şey də yoxdur. Heç bir yerə getməyə də bilərik. Yəni Bakıda da qala bilərik. Amma yenə də mən məzuniyyətimi ev təmizləməyə, ev yığışdırmağa sərf etmək istəmirəm. Ona görə artıq yavaş-yavaş başlamışam. Hər həftə müəyyən işləri görüb qutaracağam, yekunlaşacağam. Məzuniyyətdə də ancaq özümə sözün əsl mənasında məzuniyyət verəcəm, istirahət verəcəm. Nəysə çox danışdım qızlar. Yəni evə gəldim, pəncərələri sildim və artıq çox gecdir, saat 11-ə işləyib. Dedim aldıqlarımı yerləşdirim. Yerləşdirməmişdən öncə də sizə çəkiliş eləyim. Deməli, Sevinç Molda olduq qızlar, bilirsiniz. Oliviyaya düşmüşdük. Mehrinə belə bir şampun aldım. Daha sonra belə bir krem istədi, üz üçün krem istədi. Çoxdan idi istəyirdi, almamışdım. Özü gördü, yadına düşdü ki, krem mənə demişdin alacaqsan. Bir dənə belə bir krem aldım. Krem 5 manataydı. Şampun isə 8 manataydı qızlar. Sonra elə Oliviyadan 1 manat 99 qəpik, yəni 2 manata belə bir rezinlər götürdüm Mehrinə. Burada rəngi tam bilinmir. Belə pastel tonlarda mavi, narıncı, nə bilim, çəhrayının, sarının belə qarışığı rezinlərdir. Daha sonra orada bookshop'a keçdik. Belə bir maraqlı bir şey tapdı Mehrin. Bu əslində burlokdur, amma uşaq özü bəzəyir, özü yəni dizaynını verir, belə deyək. Sonra da istifadə edə bilər. Burada qulpu falan hər bir şey var. Qiyməti isə 2 manat 20 qəpikdir. Uşaq üçün baş qatmağa çox yaxşı bir şeydir qızlar. Mən ümumiyyətlə nələrsə alanda buna biraz diqqət eləyirəm. Çünki bütün gün işdə oluram. Mehrin evdə darıxır, həqiqətən darıxır. İndi inşallah ki dərnəklərə gedəcək, onda darıxmaz, amma belə şeylər alıram ki, ən az mən evdə olmayanda başını qatsın. Sonra uşaqlar belə bir əl ventilyatoru gördülər qızlar. Əslində enerji ilə işləyən var idi, amma o çox tez xarab oldu. Bu da belə bir şeydir. Yəni əllə işləyir. Burasını basırsan belə işləyir, amma yaxşıdır. Sərinliyi falan yaxşı verir. Sadəcə olaraq belə səsi var da, biraz yəni adamı narahat edən səsi var. Mehrin özünə kromlini götürdü. O indi özündədir da, onu çəkə bilmədim. Uğur özünə bunun ağını götürdü. Bir dənə mavi bacım oğluna, bir dənə də mavi qaynımın oğlu Rüzgara götürmüşəm. Bu Rüzgarınkidir. Gələndə və yaxud da mən gedəndə inşallah verəcəm özünə. Bunların da qiyməti 1 manat 55 qəpik idi. Yəni ucuzdur. Sonra qızlar Uğurun hazırlığına müəlliməsi tapşırmışdı ki, riyaziyyatdan iş dəftərlərini əldə eləyək. Yaxşı ki, bookshopda tapdım, aldım. Elə ikisi də bir yerdədir. İkisi də bir yerdədir. Növbəti dəfədən inşallah bunu aparacaq. İkisi bir yerdə qızlar qiyməti 9 manatdır. Yaxşı ki var idi. Düzdür, rus dili dərsliyi tapa bilmədim, heyf ki tapa bilmədim, amma aldıq. Sonra Sevinç Molda Rebus'a girmişdik. Oradan Mehrin özünə 2 dənə belə nəm salfetka götürdü. Birində Uğura götürmüşdüm, artıq sumkasına qoyub. Elə Rebus'dan Mehrin özünə belə
kromeli stikerlər götürdü. Orda qiymətlər çox xoşuma gəldi, çox münasibdir qızlar. Təsəvvür eləyin ki, 1 manata 10 dənə belə listdir. Düzdür, pis tərəfi odur ki, hamısı eynidir, amma yəni ki, pis eldə yaxşıdır. Məsəl üçün evdə olsun, kimsə gələndə, hansısa bir qız uşağı gələndə, yəni əlinə də vermək olardı, uşaqdır, yəni başını qatmaq üçün. Mehrim belə götürdü özünə, elə 2 list çıxardıb bacımın oğluna verdim. Sonra 1 manat 20 qəpiyə də belə bir şey aldım. Dinozavrlardan ibarət stikerlərdir. Bundan da 2 list bacımın oğluna verdim. Yəni bu da 10 dənədir, içində 10 dənədir. Bunları isə qaynımın balaca oğluna almışam, bizə gələndə başına qatmaq üçün. Sonra qızlar, bu bacımın mənə verdiyi bir orqanayzerdir. Çox qəşəngdir. Bunu inşallah ki, Mehrinin saç aksesuarları üçün istifadə eləyəcəm. Çünki dolabda yəni yox muydu, orqanayzerim yox idi. Hər şey pərakəndə formada qalırdı. Burada amma görürsüz göz gözdür və çoxdur, gözləri də çoxdur. Ən azından balaca, tez-tez itən şeyləri hamısını bura yığacam. Qapağı da var. Yəni yaxşıdır, qəşəngdir. Sağ olsun bacım verdi bunu. Yəni bilmirəm yəni neçəyə alıb, neyniyib, amma artıq istifadə etmirdi. Elə uzun müddət imiş ki, mənə verəcəkmiş. Bu günə qismət idi. Sonra bir də bacım Mehrinə belə bir dəftər verdi. Mehrin götürüb gətirib çox böyük həvəslə. Bir də belə bir kəsən bir şeydir. İnşallah növbəti dəfələr Mehrin istifadə eləyəndə çəkib sizə göstərərəm. Bacım bunu Temudan sifariş veribdi. Hər hansısa kağızdan, məsəl üçün belə maraqlı hissələr kəsib yapışdırmaq üçün də. Çünki Mehrin də bilirsiniz ki, belə şeyləri sevir. Xalası ona verdi, çox sağ olsun. Mehrin üçün daha bir məşğuliyyətdir də. Yəni xalası başa saldı, necə lazımdır, o cümlə də işlədəcək. Sonra qızlar, keçin paltarlara. Bundan öncəki vloqda da mən sizə çoxlu paltar göstərmişdim. İndi də bir o qədər də olmasa, amma paltarlar almışam biraz uşaqlara, daha doğrusu Mehrinə. Təkcə Mehrinə alış-veriş etmişəm bu gün. Əslində paltar falan belə bir şeylər nəzərimdə yox idi qızlar, amma çox münasib düşdü. Elə Molda Sensei'yə girmişdik. Orada yəni baxdım, gördüm ki, münasib düşdü qiymət baxımından. Yəni materialı falan da xoşuma gəldi. Bir dənə belə bir ev dəstə aldım. Bu koftasıdır. Bu isə şortikadır. Şortika biraz uzun və dar modeldir. Lasin kimi belə deyək də, dar modeldir. Bunu düşünürəm ki, biraz məsəl üçün rəsmə falan gedəndə geyinər, məsəl üçün daha sonra artıq evdə geyindirərəm. Yəni qəşəng bir dəstdir. Bunun bir başqa cürəsi də var idi. Birinci onu seçmişdim. Sonra bunu götürdüm. Amma evə gələndən sonra fikirləşdim ki, keşke o birisini də götürərdim. O da 10 manataydı. Və oversize modeldir. Yəni geniş modeldir. Sonra qızlar, Mehrinə bir dənə belə bir şortik almışam. Materialı falan çox gözəldir. Yəni belə rəngləri, duruşu falan hər şeyi qəşəngdir. Bunu keçən səfərdən görmüşdüm, xoşuma gəlmişdi, amma kofta falan bir şey tapa bilmədim. Əslində başqa mağazalarda axtarsaydım tapa bilərdim, amma çox da elə bənd olmadım. Qiyməti də 13 manataydı, 12.99. Təbii ki, qiymətlər 99-suz olmur, özünüz bilirsiniz. 4-5 yaş arası götürdüm, amma oldu, yəni yaxşı oldu. Əslində 5-6-dır, amma 4-5 götürdüm, yaxşı oldu. Yəni bunu mən gəzməyə nəzərdə tutmuşam qızlar, ev üçün nəzərdə tutmamışam. Daha sonra bir də belə üçlü kofta dəst aldım qızlar. Ətəyi belə bu formada kəsim olan, adi, heç nəsiz, yəni üstündə heç bir şey olmayan mavi rəngdir. Burada rəngi çox açıq görsənir, amma mavi rəngdir. Sırf bu şortiklə dəst eləmək üçün aldım yəni bunları da. Bu dəstin ikinci koftasıdır. Bu biraz belə düzdür, yəni ölçü olaraq hamısına 134 sm yazılıbdır. Amma bu digərlərindən sanki biraz böyük kimidir. Çünki bunun materialı maçlı materialdır. Amma bu gördüyünüz kimi, ya materialın adını tam deyə bilməyəcəm, amma görürsüz belə elə bir sızıq-sızıqdır. Yəqin ki, razmerlər materialdan da yəni fərqli olur da. Bu biraz böyükdür. Bəlkə də heç bunu bu il geyindirmərəm, saxlayaram, gələn il geyindirərəm. Bunun burasında da belə detalı var. Bu isə üçüncü koftadır. Amma ən çox bəyəndiyim budur qızlar. Ən çox bəyəndiyim budur. Düşünürəm ki, şortiklə çox gözəl gedəcək. Bunun da belə bir detalı var çeynində. Üstü ürəkli. Çox qəşəngdir. Həm trend rənglərdir, stabil rənglərdir də belə deyək. Düşünürəm ki, Mehrinə də qəşəng yaraşacaq. Yəni ona istəyirdim. Bir dənə əlavə ev paltar dəsti istəyirdim. Bir dənə də əlavə gəzmək üçün dəst istəyirdim. Keçən vloqda da demişdim. Uğura uyğun heç bir şey tapa bilmədim. Ona əsas evdə geyməyə bir dənə də şortik almaq istəyirdim, amma tapa bilmədim təəssüf ki. İnşallah ona da yolum düşəndə Gənclik Molda elə Terenovada, yəni gəlir də, şortiklər falan gəlir. Oradan alaram. Belə qızlar, bugünkü günüm belə keçdi. Günü başa vurum, artıq çox yorulmuşam. Həm alış-verişdə yoruldum, həm də ki, evə gəldim, işlədim, yoruldum. Artıq burada vloqu saxlamaq istəyirəm. Gələn vloqlarda görüşərik.